أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, zaman zaman bazı Müslümanlardan görünür, qəflətən durduğu yerdə səcdə edir, dua edir. Və soruşduqda deyir, dua etdim. Onun üçün səcdə halında dua etməyi xoşladım. Görəsən bu dinimizdə Allahın Resulü sallallahu aleyhi və səlləmlə bizə gəlibmi belə bir dəlil, sübut ki, sırf dua üçün səcdə etmək? Cavab olaraq, bəli, dəyərli insanlar, biz unutmayaq ki, səcdənin özü əslində duanın özəyi, daha doğrusu üzr istəyirəm, dua ibadətin özəyidir. Necə ki, Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Əd-dua'u mixul ibadə." Dua ibadətin özəyidir. Yəni, dua ən böyük ibadət sayılır. Ona görə də ibadətlər yalnız bizə ya Qur'anda göstərilməli, ya da Resulullahın səhih sünnəsində bizə göstərilməlidir. Onun xaricində özümüzdən dua növünü tətbiq etməyimiz doğru deyil. Edilən bu qayda da, yəni namazdan kənar, sadəcə olaraq dua etmək istəyirdin, səcdəyə qapandın, dua etdin. Görüntü nə gözəldir. Amma Allahın Resulü sallallahu aleyhi və səlləm belə bir dua etməmişdi. Bəli, Allahın Resulü sallallahu aleyhi və səlləm dua üçün ən gözəl yer səcdədir demişdi, amma namazda, ki bizim növbəti dərsimiz zaten bu barədə olacaq, orada bunun təfərrüatlarını öyrənə bilərsiniz. Amma ki, unutmayaq ki, namaz xaricində səcdə edib dua etmək cümhur İslam elm adamlarının görüşünə görə bu bidətdən sayılmışdı. Çox cüz'ü bir neçə nəfər bunun zərəri yoxdur demişdi. Çünki onlar düşünmüşdürlər ki, necə ki Ər-Ra'd surəsi 15-ci ayədə Rəbbimiz buyurur ki, Əuzu billahi minəşşeytanirracim وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ. Göylərdə və yerdə nə varsa, onların özləri və kölgələri istəsə də, istəməsə də Allaha səcdə edirlər. Bəli, deməli bu ayəni əsas götürüb deyir ki, zaten hər nə Allaha səcdə edir, biz də istədiyimiz vaxtı səcdə edə bilərik. Bunu çox nadir bəziləri demişdir və onların da buna dəlilləri yoxdur. Bizə qaydanı Allahın Resulü öyrədir. Bizcə Allahın Resulünün nə qədər arzuları olub, amma o heç vaxtı namaz xaricində səcdə halında o görünməyib. Ki, ya Resulullah nə edirdin? Dua edirdim. Əsla belə şey olmamışdı. Deməli, ən doğru olanı nədir, dəyərli insanlar? Ən doğru olanı budur ki, dualarını toparla, namaz qılanda, qıldığın namazın səcdəsində dua elə. Rukuda da yox, rukuda dua olmaz. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, rukuda Allahı ucaldın, səcdələrinizdə isə dua edin. Bəli, fərz namazının səcdəsi də ola bilər və yaxud da belə könüllü bir arzun var, daha doğrusu şəxsi bir arzun var, Rəbbinlə o barədə danışmaq istəyirsənsə, get dəstəmaz al. Dəstəmaz üçün 2 rükət namaz vardır zaten, sünnədir. Hələ 2 rükət dəstəmaz namazı qıl, həmən namazın səcdələrində doyunca dua elə. Hətta dəqiqələrlə dua edə bilərsən. Birinci səcdəsində et, ikinci səcdəsində et, ikinci rükətin birinci səcdəsi, ikinci səcdəsi, nə qədər istəyirsən et, amma namaz daxilində et.
Namaz xaricində səcdə edib, dua üçün səcdə etmək bir belə hədis yoxdur Allahın Rəsulundan. Ona görə də, çünki səcdə etmək yalnız və yalnız icazəlidir, ya tilavət səcdəsidir, yəni Qur'an oxumusan, səcdə ayəsinə rast gəlmisən, ya da ki, başqası oxuyub, sən eşitdin və səcdəyə qapandın. Bu vardır. Və yaxud da ki, Allah daima müsəlmanlara şad xəbər eşitdirsin, bir şad xəbər eşitdin. Misal üçün, övladın namaza başlayıb və yaxud da ki, övladın hərbi xidmətdən gəldi, övladın evləndi, ali məktəbə qəbul oldu, gözəl xəbərlərini eşitdin və yaxud da ki, Allah qorusun, Allah qorusun. Bir hadisə eşitdin ki, bir fəlakət olub, amma övladın o fəlakətdən xilas olub, sağ-salamat çıxıb, heç nə olmayıb. Bax, bu nemət xəbərləridir. Bax, bunu eşidən birisi anında səcdəyə qapanması sünnədir. Səcdə edir və səcdədə deyir, Subhanə Rabbiyəl A'la. Uca Rəbbim təriflərə layiqdir. Deyib, başını qaldırıb Allaha öz təşəkkürünü etmiş olur. Bu olar, hər yerdə olar, çöldə də olar, evdə də olar, hər şəraitdə bu səcdəni etmək olar, yetər ki, ora murdar yer olmasın. Bəli, deməli, yalnız şükür səcdəsi var, tilavət səcdəsi var, bir də namaz üçün, namazın içində səcdə vardır. Dua üçün məxsusi səcdə sünnədə yoxdur və ən güclü görüş budur ki, bu bidətdir. Ki, ola bilsin ki, sizə kimsə bəlkə də oxumuşdur, məlumatlıdır, belə bir dəlil desə ki, Beyhəqqidə İbn Mübarəkdən gəlir ki, İbn Mübarək Qur'anı oxuyub qurtarandan sonra səcdə edərdi. Bəli, belə bir məlumat var ki, İbn Mübarək belə edərdi, Beyhəqqi bunu rəvayət eləyir. Bunu kimsə dəlil gətirsə, o adama anında bu cavabı verin. Yəni, bilici olun ki, cavabı düz verə biləsiniz. Bir, İbn Mübarək Allahın Rəsulu deyil. İbn Mübarək olmur, kim olur olsun. Allahın göstərmədiyi, Rəsulun etmədiyi bizim üçün şəriət deyil. Və sahabələrin həyatı bizim üçün önəmlidir. Ondan sonra gələnlər isə onlar özlərinə görə bir elmli, bir kişi, İmam Buxari, üzr istəyirəm, İmam Əbu Hənifə deyən kimi, onlar özlərinə görə bir şəxsiyyət, biz də özümüzə görə bir şəxsiyyət. Yəni, dəlil gətirilməlidir. İbn Mübarək edib deyə, yəni biz də edə bilərik, bir qayda yoxdur. Bu bir, məsələnin birinci tərəfi idi. Amma əslində isə İbn Mübarək belə etməmişdi. Əslində orada deyilir ki, İbn Mübarək səcdə edərdi, yəni namaz qılardı şükür üçün. Namaz qılıb namazında, səcdəsində dualar edərdi ki, Allahım, mənə Qur'anı oxuyub tamamlamağı qismət etdin. Bəli, bu mənadadır. Yəni, ümumiyyətlə, yadda saxlayaq ki, xüsusi səcdə edib dua üçün bu şəriətə uyğun deyil. Bəli, dəyərli insan, sən çox gözəl iş görürsən. Sən könlündən gəlir, Rəbbin üçün səcdə edirsən. Əlbəttə ki, bu gözəldir. Bu səni qıcıqlandırmasın ki, burada nə var ki, bunlar buna yox deyirlər. Biz kimik ki, yox deyək, ya da ki, hə deyək. Dəlil yoxdur, məsələ budur. Yoxsa sən Rəbbinə səcdə et də, kim sənə deyə bilər ki, bu çoxdur? Nə qədər istəyirsən namaz qıl. Namazın içində saatla dua elə, bu sənin şəxsi işindir. Buna haqqın vardır. Amma heç bir iş yox ikən, yəni təkcə dua üçün səcdə etməndə sənə deyilir ki, buna görə dinimizdə dəlil yoxdur. Çalış, dində ibadətləri sırf doğru olduqlarını et. Yeni qapı açma. Birdən sənin övladın sənə baxar, səndən tərbiyələnər və yaxud da ki, başqa birisi səndə görər, onun da xoşuna gələr, edərsə ki, bidət belədir. Vacib olanları insanlara etdirmək olmur, amma bidəti eşidən kimi hamı hücum edir onun, şığıyır onun üstünə bidəti etməyə. Çünki şeytanın əli var bu işdə. Ona görə də övladın səndən bunu öyrənib götürər və sonra da səni sabahları Allahın yanında da
atamdan öyrəndim desə, sən utanarsan Allahın huzurunda ki, Allahın dininə özündən yeni əməl gətirmiş olarsan. Bəli, dəyərli insanlar, Allah bütün müsəlmanların duasını qəbul etsin. Duan varsa, onu saxla namaza. 2 rükət namaz qıl, səcdəsində dua elə. Təşəhhüdündən sonra dua elə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.